Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rəvayət edilən bir qudsi hədisin mənası barədə soruşurlar. Hədis belədir: Əbu Səid Əl-Xudri demişdir: Mən Allah elçisinin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim. Qiyamət günü Allah qulu sorğu-sual edəcək, hətta belə buyuracaq: Günah gördükdə onu inkar etməyə sənə nə mane oldu? Allah qula dəlilini təlqin etdikdə o deyəcək: Ey Rəbbim, insanlardan qorxub ümidimi sənə bağladım. Bu hədisin mənası budur ki, insan qiyamət günü bütün əməlləri barədə soruşulacaq, həmçinin bir günah gördükdə onu inkar edib etmədiyi barədə də sorğu-sual olunacaq. Yəni baxmayaraq ki, onu özü etməsə də, lakin qəlbində onu inkar edir və yaxud ona etirazını bildirmədiyinə görə də sorğu-sual olunacaq. Sözsüz ki, burada insanın, yəni dünyada bir günah əməl gördükdə onu inkar etməsi bu qüdrətə, yəni insanın bacarığına və həmçində qadir olub olmamasına, ona səlahiyyəti olub olmamasından asılıdır. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu xüsusda buyurur ki, sizlərdən biri bir münkər, yəni günah bir iş gördükdə onu əli ilə dəyişsin. Yəni əgər buna səlahiyyəti çatırsa, əgər bacarmasa dili ilə, əgər fitnə olmasa, yəni dili ilə və əgər bunu da bacarmasa qəlbi ilə onu inkar etməlidir. Və bu hədisdə də Uca Allah qiyamət günü quldan bu barədə soruşacaq və qul da hədisdə qeyd olunur ki, və Allah qula dəlilini təlqin etdikdə, yəni ilham etdikdə, sözsüz ki, insanın gətirdiyi hər bir dəlil Uca Allahın onu başa salması ilədir və Uca Allah burada təlqin dedikdə, yəni ona ilham etdikdə, ona başa saldıqda o deyəcək ki, ey Rəbbim, insanlardan qorxdum, yəni insanların əziyyətindən, insanların mənə təzyiqindən qorxdum, çəkindim və ümidimi sənə bağladım, yəni məni bağışlayacağına ümid etdim. Bu hədisin yəni mənası budur.